Salam dəyərli izləyicilərim. Mən bugün çox ləzzətli qarışıq plov hazırladım və bunu sizlərlə paylaşmaq istədim. Bu gözəl plovu hazırlamaq üçün bu ərzaqlardan istifadə etdim. Qreçka, uzun düyü, bulğur, qaynanmış ət, soğan, pomidor və biberdən istifadə etdim. Ərzaqların miqdarını açıqlamada qeyd edəcəm. Tavanı ocağın üzərinə qoyuram. Tava isindikdə biraz kərə yağı əlavə edirəm və biraz bitki yağı əlavə edirəm. Yağı qarışdırıram və üzərinə 2 ədəd doğranmış soğan əlavə edirəm. Yaxşı soğanı qarışdırıram və rəngi dəyişənə qədər qovururam. Soğanı yaxşıca qovururam, üzərinə biraz duz əlavə edirəm və doğranmış biber əlavə edirəm. Qarışdırıram, biberlə biraz da soğanı qovururam. Daha sonra üzərinə doğranmış pomidor əlavə edirəm. Qarışdırıram. Pomidorla da biraz qovurduqdan sonra qaynanmış və kiçik doğranmış ət əlavə edirəm. Mən mal ətindən istifadə etdim. Siz istəsəniz başqa ətdən də istifadə edə bilərsiniz. Ətlə də yaxşıca qarışdıraraq qovururam və üzərinə ədviyyatlardan pul biber, qara istiot, yəni zövqə görə əlavə edirəm. Ət ilə yaxşı qovuraraq qarışdırıram. Bulğuru, düyünü və qreçkanı yumuşam, tərtəmiz üzərinə əlavə edirəm. Yayaraq üzünə çıxana qədər çaydandan su əlavə edirəm. Qaynar su. Suyunu əlavə edirəm və qapağını qoyub bişməsini gözləyirəm. Su quruyana qədər bişməlidir. Əzizlərim, gördüyünüz kimi suyu tamamən quruyub, dəndəndir, çox gözəl. Suyu çəkildikdən sonra, yəni 5 dəqiqə dəm almasını gözləyirik. Aşımız dəm aldı, tamamən hazırdır. İndi sizlər üçün servis edəcəm. Yeməyimiz hazır oldu. Sizlər üçün servis edirəm. Üzərinə göyərti əlavə edirəm. Göyərti də zövqə görədir. Dəyərli izləyicilərim, çox ləzzətli yeməkdir. Sınayın, peşman olmazsınız. Göz haqqınızı halal edin, abunə olmağı, like atmağı unutmayın. Hələlik.